Hello dostlar, biz bu iki gözelle bir yerdeyiz. Salam. Salam. Bu mikrofonu tanışmak istəyirdim. Necəsiz dostlar? Yorumlarda yazarsınız. Sağ olun. Deməli indi biz tatlı yeyib tatlı konuşacağıq. Sonra da gedəcəyik karusellərə minəcəyik. Buradan çox adrenalin göstərirəm sizə də. Ama risk eləmək olar. Bizi seçsəydiniz. Mən əslində minmək istəmirəm. Çünki bir dəfə Bəzi şeylər çıxıb qabağıma TikTokda, ona görə nə bilim, buradakilara güvənmirəm. Sonra kəmərim açılıb eləyər, ölüb qalaram orada. kəmərim açıq olub dostlar. Görürsüz. Qorxmuşdum onda çox. Ayda çox həyəcanlıydı da. Amma indi risk edib yenə minərəm. Ona rəğmən o. Çox qorxmuşdum onda, nəysə. Dostlar, bakın ne güzel görsənirlər. İnşallah ki dağlar elədir. Dostlar, atraksiyonlara gəlmişik. Bilet alacaq indi. Bizlə gəl. Qrafda dayanıb. Dostlar, mindik. Baxın. Ayda çox heyecanlıyam. Nə vaxtı minmirəm. Balca onda minmişdim mən son. Dostlar, çok qəşəngdir ama çok az oldu da yani 1-2 dəqiqə. Ayta zora bak. Anne orada da A. Oh my god, bizim uyumlanma. Kargalar. Hava çok güzeldi. Böyle. Enerjim buradadır böyle. Hello dostlar, bugün vergi ve muhasebe festivalindeyik. Size buradaki her şeyi göstereceğim. Bence çok maraqlı keçəcək. Çünkü spikerlərimiz olsun, moderatorlarımız olsun, öz peşəsinin, yani belə deyim, mükəmməl Video çəkirsən? Merhaba arkadaşlar. vloga Nasıl almış başlayacağım. Bütün videolarda bugün bunu diyeceğim. Benim olmayacağım. O yüzden. Olsun da yani yaşlılığın bütün tonları. Da size etrafı göstereyim. Bura stendlerdir. Daha sonra da zalımız gelir. Əməkdaşlarımız öz işlərində. Belə. Bəli, buyurun. Sizə kömək göstərə bilərəm. Salam. İşte düşmüşük. Gəzirik, baxaq, görək. Nə eksikliklər var. Onları tamamlayaq və mən də çəkilişlərimi edim. Kiçik bir güz kitabdır. Salımız artıq yavaş-yavaş dolub. Bayaq bomboş idi. Sizə göstəreyim. Şöyle.
Bəli dostlar, yenə mən və adaptırım. Düzü çəkə bilmədim naharı, çünki çox adam var idi. Zal 250 nəfərlik idi, lakin bizim naharla bilet sayımız isə 400-dən çoxdur. Amma indi ikinci panelimiz başlayacaq. Yenə oradan kadrlar sizə göstərəcəm. Bura ümumiyyətlə qəşəngdir. Biraz düzdür, say baxımından çoxuq, maşallah. Görək. Zaman bir növ paxıllıqla yanaşmışam. Bəzi sahələr ki var, məsələn, HR-lar, satış mütəxəssisləri. Bunların tədbirləri olurdu həmişə, əvvəlki illərdə və hər zaman belə bir çox söz verdim ki, yerinə yetirilməmə stadiyasında olur. Çünki biz hələ ki avans almışıq, öhdəlik yerinə yetirməmişik. Təbii ki, burada biz artıq standartı prinsipi pozuruq və gəlir tanıyırıq. Bunun bir çox riskləri ola bilər. Çəkilməli olan xərclər hələ ki çəkilməmişdir, amma siz gəliri tanıdınız, burada matching prinsipini pozdunuz və gəliri xərc çəkilməli lazım olur. Deyir ki, bu çoxdur, deyilən bir çox yoxdur. Belə bir çox yoxdur. Çox bir dənədir, müasibət çoxdur. Təbii ki, ve biz hazırda fasiləyə ayrılacağıq. Fasilədən sonra isə yenidən hər birinizi bu zalda gözləyir. Diqqətinizə görə çox sağ olun, almışlarınızla. Salam. Sizə total lookumu göstəreyim. Baxın. Bu da mən. Burada sonda güzgü tapdım. Gələcəkdə güzgülü temalar, güzgülü köşələr daha çox uydu. Burada bir vergi zirvəsi olaraq normaldır əslində. Dostlar, kiçik bir aralıq tapıb gəldi yatırdıq. Bura da rahatdır. səhnədə qalıb bu kollektivdə iştirak edebilirlər. War is over. Son bir xatirə fotosu çəkiləcək. Qonaqlarımızın hər birindən xahiş Hamı mərkəzdən xahiş edirik, mərkəzi borsa. Beləliklə, Vergi Müvafiqatı Zirvəsi 2026-cı il üçün öz işini uğurla yekunlaşdırdı. İştirakınız üçün hər birinizə təşəkkür edirik. Mən sizdən təəssürat videosu Hər almayacaqdır. şey möhtəşəm idi. Məncə 2026-ın ən gözəl tədbirlərindən biri idi. Həm də hamısı nə demək istəyirsiniz? Çox bəyəndim, həqiqətən də çox zövq aldım. Tam sizin mövzunuz. Tam maraqlı idi. Bir mühasib olaraq. Mən də temanı bilməsəm çox maraqlı. Siz də təəssürat videosu olaraq vloguma. Zirvəni zirvədə buraxmaq lazım idi. Wow. Məncə biz çox şey zirvədə buraxıldı. Bu zirvənin altında çox mənə yatırdı amma. Yox, konsept mesaj. Bəhram mesajı niyə yapmaq? Bugün atırsan aşağı. Bəli. Ortaya çıxardım. Bir iki Salam dostlar. Necəsiz? Deməli bugün çox günəşli bir gündür. Gördüyünüz kimi bütün günlərimiz belə olsun. Bugün başqa bir tədbirdəyik. Sürprizə keçirəcək interior mebel formundayıq. Digər formlardakı kimi çalışacağam ki, çox ətraflı göstərim hər şeyi. Maraqlı keçəcək. Düz qabaqda daha çox maraqlı tədbirlərimiz var. Onlara daha çox fokuslanmışıq, amma bu tədbirin də öz yeri var hamımız üçün. Elə isə getdik. Salam dostlar. Necəsiz? Biraz belə duraq. Bugün yenə biz tədbirdəyik. Evet.
Təəssüratları Fərqli bir məkandır. Görək nə olacaq. belədir. Belədir. Çünki bizim normal tədbirlərdən biraz standart tədbirlərdən fərqlidir. Çox sağ olun. Sağ olun. Koordinatlar vermisiniz. Belə. Ay Titi. Necəsiz? Məndə vlog çəkirsən? Çox evet. Yemi görə olacaq hamımız. Bəli. Mənim YouTube kanalım var da bilmirsiniz. Yox, xəbərim yox idi. Tamam. Ataram qrupa hamı abunə olar xahiş edirəm. Bir dənə Facebook abunə olsa məncə Aynen. İnşallah bol izləyicilər olsun. Çox sağ olun. Təşəkkür edirəm. İzləyicilik. Çox sağ olun. Ay renk tonu nə? Ay. Belə mən sizə məkanı göstərim. Evet, şöyle bir sahnemiz var daha doğrusu. İşte böyle size masa kartlarını göstereyim. Düzdür, hələ çox şey hazır değil. Bu da ikinci layihə rəhbərimiz. Salam deyin. Salam. Əməkdaşlarımızın hepsi burada. Rəqs edeyim. Salam. Aytacın bloguna xoş gəlmisiniz. Salam, Aytacın bloguna xoş gəlmisiniz. Bugün interior inşaat, memarlıq, mebel formu üçün burada toplaşmışıq. Deyirsən bizdən başqa kim olmayacaq? Ay, teşekkürler. Yeni project managerimiz. Salam, xoş gəlmisiniz forumumuza. İnterior inşaat memarlıq mebel forumu bu günlərin betonun soyuqluğu, dərinin istiliyi konsept mesajı ilə keçirir. Çox möhtəşəm forum bizi gözləyir. Təşəkkür edirəm. Bizim forumumuz elə bir həyat keyfiyyəti konsepti idi. Siz bunu çox söyləməyin. Sadəcə o həyat keyfiyyəti konsept mesajının altında çox məna yatır. Ümumiyyətlə həyat keyfiyyəti dedikdə yaxşı bir beton hansı ki soyuq və dərinin istiliyi mənasını daşıyır. Yəni keyfiyyətli həyat mənasını verir. Dostlar, mən yenə ayna tapdım burada. Stendimizə bax. Qəşəng, çox qəşəng stenddir. Belə. Yes dostlar, sizə stendlərimizi göstəreyim. Hələ hamısı hazır deyil, lakin hazır olanı göstərəcəm. Bura çox qəşəng görsənir. Bayaqki aynanı sizə çəkdim. Bu da Zehra yenə. Bu stend çox qəşəngdir. Bura Facemark'ın stendidir. Könüllərimiz orada əyləşib. Sonra Logix, Spark. Hamısı tərəfdaşlarımızla davam edirik. Daha sonra kimlər var? Burada Bakı Medikal olmalıdır. Sağ olsun hər bir forumda olduğu kimi bu forumda da iştirak edir. Düzdür, burada stendlər daha quraşdırılacaq. Bura Cobbleston'dur. Bizim belə deyim, Caprizni tərəfdaşımızdır. Ay, Nigar xanım. Salam, necəsiz? Buralıq da belədir. Qəşəng görünür. Burada. Belə. Gezək biraz. Baxın, dəniz oradadır. Dostlar, bizim layihəmizimiz məni ərzaqla təmin elədi, sağ olsun. Evet, diləni balıqsan. Abartayım. Layihə meneceri dedikdə Ben özüne göster, bu da bizim. Sen ne gelirsen, dijital markete olabiliriz. Yox, hər şey şunas. Bunlar da kimcə? YouTuber'də. Aytacın səhifəsinə xoş gəlmisiniz. Mən deyil, iş yoldaşım. Vlogun linkini atacağım gruba. Harada paylaşırsan? YouTube'da. YouTube'da? Əzim Spam Mehmet. atalım. Report. Dostlar, birinci panel bitti ve nahara geldi. Tabii ki bu boyu sürprizde. Yer kurtardı. Onlar hamısı mənə baxır.
Bu buydu. Sibris'te yer hamısı bitib dediyim, yəni hələ açılmayıb da, sezon hələ başlamayıb deyə. McDonald's-a gəlmişəm və mən McDonald's-ı heç sevmirəm. 1 il yarımda falan da yemirəm. Bəlkə ondan da çox. Amma acam, məcbur. İnsan qeydiyyatının sonuncu gündür artıq bitir. Sabahdan etibarən bir ikinci məclisini var, çəkiləcək. 6 gün insan məni bura yoxda yığıcı yığılacam, axırda en sonuna karadan əlinlər. İstədiyiniz vaxtda WhatsApp üzərinə zəng vasitəsilə də geri dönüş edə bilərsiniz. Formumuza qatılın. Sağ olun, buyurun. Bir yeni gündən bir daha salamlar. Sesim biraz transformator kimi çıxa bilər. Saat çünki 8-dir. Salondayam. Və bu qız məzun olur. Bəli. Artıq Bakı Dövlətli günlərimin sonlarıdır. Gəlmişəm salona. Makiyaj eləyəcəyik. Bugün çəkiliş var. Yəqin ki bu qız məzun olurum. Part 3 də olacaq. Bu part 1-dir. Sonra veter, bəlkə də sonra məzuniyyət. Yəni Bakı Dövləti keçirdiyi öz məzuniyyət. Belə. Gözləyirəm. Gəlsin ustam, makiyaj eləsin məni. Saçlarımı özüm vurdum. İyidir, iyi. Belə. Dostlar, salam. Biz məzun olmamıza 1 ay qaldı. Son 1 ay. Artıq dırnaqlarım var, baxın. Neyse işte üniversitede biraz şekil çekiyoruz, sonra katmalıyıq. Çok bilim. Ərəb yazılarına oxşuyur. Deməli, burada test çəkdirib sonra qatacaq Ağşəhərə, sonra Filarmoniyaya. Bura prosta yəni icazə verilmir. Ona görə biz məcbur özümüz gələcək. Siz de çekim gedək. Ceylan'a bir söz vermişler. 2026. 4 ildir kalmış. Evet. Yakın ol. Yok, hala 4 yıl yok. 3 yıl aldı. Seni bırakırız. Haydar Ali. Bugün bu iki kızın mezun çekilişidir. Sizi bu görsem mi? Çekişir. Ben bacışkom giyinip 12 santimetrelik bir kabluk. Dürüm çekilir. Ulan necə fədakar bacıyam. Hər tərəflə hər şeyinə yetişirəm. Məndən bir bayağı olmalıdır. Hadi. Dostlar, bu da geldi. Bu da ay başım dostlar. Havan kızının bu güzel günde yalnız bırakamazdım. Bəli dostlar, baxın bu da bizim plaketimiz. En français s'il te plaît. S'il vous plaît. Outfit. Come on, turn the radio on, it's Friday night, it won't be long. Makeup. Sessiz düşürsün. It's Friday night, it won't be like tonight. Hit the dance floor, hit the dance floor. I got money. I got you, baby. Bonjour. Salam. Evet dostlar, bu da biz. Böyle ayakkabılarımız var. Cip 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 cip. Şöyle vuran bir adet bacım. Yani bir dakika blokumun boyunu göster. Normal. Ay ne güzel düşüyor burada. Tabii ki imkan verirse.
Salam dostlar. Deyəsən səsim çıxır belə mənim. Gəldik Filarmoniya bağına, digər bir çəkilişə. Salam. Salam dostlar, necəsiz? Hər birinizi salamlayıram Aytacın vlogunda. İnşallah ki biz də yer alarıq təbii ki orada. İnşallah. Adından bayılmayaq deyə ponçik almağa gəlmişik. Açız. Fərqi yoxdur, Allah verən. Bəli, bir daha salam dostlar. Bizim çəkilişimiz artıq bitdi. Yemək zamanı bütün işte saytlarımız falan bitmişdi. Ona görə çəkə bilmədim. İndi deyirəm ki, bir iki dənə də bir şey çəkdirim, sonra gedək. Burada kedi taptım. Bakın, ay ne güzel sen. Ay ya.